Salam əziz izləyicilər. Bugün sizə Respublika Fənn Olimpiadalarında və müəllimlərin işə qəbulu imtahanında düşə biləcək bir sualı izah etməyə çalışacağam. Başlayaq sualımızın izahına. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Birinci sırada Pirnə yarımadasını görürük. Pirnə yarımadasına aid doğru əlamətlər xanasında verilib ki, Odlu Torpaq adası kimi bir hissəsi qədim qırışıqlıq, bir hissəsi yeni qırışıqlıq vilayətinə aiddir. Bəli, bu fikir doğrudur. Müəllimlərin işə qəbulu imtahanına hazırlaşan və ya Respublika Fənn Olimpiadalarına hazırlaşan şəxslər yer qabığının quruluşu xəritəsinə diqqətlə baxdıqda orada həm Odlu Torpaq adasına, həm də Pirnə yarımadasına həm qədim qırışıqlıq, həm də yeni qırışıqlıq vilayətinə aid ərazilərin olduğunu görə bilərlər. Deməli, Pirnə yarımadasına doğru əlamətlər xanasına verilən bu hissə doğrudur. Keçək yanlış əlamətlər verilən xanaya. Deyilir ki, qütb ulduzunun görünmə bucağı Florida yarımadasına nisbətən daha kiçikdir. Bilirik ki, qütb ulduzu yalnız şimal yarımkürəsində görünür və qütb ulduzunun görünmə bucağı qütbə yaxınlaşdıqca artır. Pirnə yarımadası Florida yarımadasına nisbətən daha şimalda, yəni daha qütbə yaxın yerləşdiyinə görə orada qütb ulduzunun görünmə bucağı daha böyük olacaq, daha kiçik yox. O səbəbdən bu yanlış əlamətdir. Deməli, yanlış əlamətin də altında, yəni yanlış əlamət xanasında yanlış da verildiyinə görə deməli birinci sıramız doğrudur. Birinci sıranı doğru kimi nişanlayaq. Keçək ikinci sıramıza. Orada İran körfəzi ilə bağlı doğru əlamət verilib. Yazır orada ki, sahilində həm respublika, həm də monarxiya idarəetmə formasına malik ölkələr yerləşir. Deməli, xatırlasaq, İran körfəzinin ətrafında yerləşən ölkələr İranın, İraq, Küveyt, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin ən azı yerləşdiyini deyə bilərik. Bu ölkələrdən də ən azından İranı, İraqın respublika olduğunu xatırlaya bilərik. Elə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveytin isə ən azından monarxiya olduğunu xatırlaya bilərik. Deməli, bu sıramızda doğru əlamətlər xanası doğrudur. Keçək yanlış əlamətlər xanasına. Orada isə verilir. Filiz faydalı qazıntılarla zəngindir və mülayim işıqlanma qurşağında yerləşir. Bu cümləyi analiz edək. Filiz faydalı qazıntılarla zəngindir. İran körfəzində bilirik ki, neft qazı ehtiyatı var. Neft qazı ehtiyatı da filiz faydalı qazıntı deyil, yanar faydalı qazıntı. Deməli, bu hissə səhvdir. Davamında isə mülayim işıqlanma qurşağında yerləşir fikrini analiz etsək, bilirik ki, şimal tropik xəttindən yuxarıda, yəni şimal hissədə yerləşir. Bu səbəbdən mülayim işıqlanma qurşağındadır. Bu hissə doğru olsa da, amma cümlə ümumi olaraq yanlış cümlə sayıldığı üçün, deməli, biz bu xananı da yanlış götürürük. Bu səbəbdən, deməli, ikinci sıramızda doğru cavab kimi götürə bilərik, yəni uyğun sıra kimi götürə bilərik. Keçdik üçüncü sıramıza. Üçüncü sıramızda isə Azor adaları verilib. Azor adalarına aid doğru əlamətlər xanasına verilib divergent zonada Avrasiya və Afrika litosfer havalarının sərhədində yerləşir. Bəli, Azor adaları divergent zonada yerləşir, Atlantik okeanında yerləşir. Avrasiya və Afrika litosfer havalarının divergent zonasında yerləşir. Bu doğru əlamətdir. Keçək yanlış əlamətlər xanasına. Aid olduğu ölkə ərazisində materikin ucqar nöqtəsi yerləşir. Azor adaları Portuqaliyaya aiddir. Portuqaliyada da Avrasiya materikinin ucqar qərb nöqtəsi, yəni Roka burnu yerləşir. Bu da doğru sıradır. Yanlış əlamətlərin arasında doğru əlamət verdiyinə görə demək bu sıra bizdə yanlış olacaq. 3-ü götürməyəcəyik. Keçdik 4-cü sıramıza. Koreya yarımadası verilib. Verilir ki, doğru əlamətlərin xanasında həm platforma, həm də yeni qırışıqlıq vilayətlərinə rast gəlinir. Koreya yarımadasında əsasən platforma və qədim qırışıqlıq vilayətlərinə rast gəlmək olar. Bu sıramız, yəni bu doğru əlamətlər xanası yanlışdır, avtomatik. Demək, bu sıramız da yanlış olacaq. Hər ehtimal qarşı yanlış əlamətlər xanasına da baxaq. Yağıntılar əsasən qış aylarında düşdüyü üçün yay aylarında su verməyə ehtiyac duyulur. Bilirik ki, Koreya yarımadası musson iqliminin hakim olduğu ərazidə yerləşir. Bu səbəbdən orada yağıntılar əsasən yay aylarında düşəcək, qış aylarında su verməyə ehtiyac olacaq. Bu sıramız deməli yanlışdır. Amma doğru əlamətin xanasında, yəni doğru əlamətlər xanasında yanlış verildiyinə görə bu sıramız yanlış oldu. Keçdik 5-ci sıramıza. 5-ci sıramızda isə Mindanao adası verilib. Mindanao adası Filippinə məxsus adadır. Doğru əlamətlər sırasında verilib ki, Apo vulkanı ərazisində yerləşir. Bəli, Apo vulkanı Mindanao adasında yerləşir. Bu doğru əlamətdir. Yanlış əlamətə baxdıqda isə aid olduğu ölkə tamamilə sakit okean və bir işıqlanma qurşağında yerləşir. Filippin tamamilə sakit okeanda yerləşir və bir işıqlanmada yerləşir. Fikri də doğru fikirdir. Amma bizə nə lazım idi? Yanlış əlamət lazım idi. Demək, bu sıramızda doğru uyğunluq sırası olmadı.
Keçdik sonuncu 6-cı sıramıza. Eğri gölü. Doğru əlamət kimi verilib ki, yerləşdiyi ölkə 2 yarımkürədə və 2 işıqlanma qurşağında yerləşir. Bəli, Eğri gölü Avstraliyada yerləşir. Eğri gölü yerləşdiyi ölkə, yəni Avstraliya 2 yarımkürədə yerləşir. Cənub və şərq yarımkürəsində 2 işıqlanma qurşağında yerləşir. Bəli, cənub tropik xətti ilə kəsildiyi üçün həm tropik, həm də cənub mülayim işıqlanma qurşağında yerləşir. Deməli, bu sıramız doğrudur, yəni doğru əlamətlər xanası doğrudur. Keçdik yanlış əlamətlər xanasına. Deyir, Xəzər dənizinə nisbətən daha çökək ərazidə yerləşir. Eğri gölü okean səviyyəsindən 16 metr aşağıda yerləşir. Xəzər dənizi isə okean səviyyəsindən 27 metr aşağıda yerləşir. Analiz elədikdə daha çökək ərazidə Xəzər dənizi yerləşir deyə, deməli bu sıramız, yəni yanlış əlamətlər xanası yanlış olduğuna görə 6-cı sıramızda doğru sıra kimi götürəcəyik. Doğru cavabımız olacaq 1, 2, 6.